Salam dostlar, bugün sizlərə Stu karakterinin necə oynandığını və bəzi taktikalarını göstərəcəm. Let's go. İlk öncə akslarından başlayaq. Akslarında həmişə bu ikinci aksı istifadə olunur. İkinci aks duvarı elə qırmaq üçün istifadə olunur. Normalda duvarı qıra bilmirsiniz, amma aksla istifadə ediləndə duvarı qıra bilirsiniz. Yıldız gücü olaraq birincini işlətmənizi tövsiyə edirəm. İkinci də yaxşıdır, amma birinci də yaxşıdır. Çünki birinci yıldız gücündə ultinin mənzilini uzaldır və uzağa ata bilir. Aksla da basıb belirləyib duvarları qırıb gedə bilirsiniz. Və hiper. Stu'nun hiperi də sonsuz qədər ulti atmağa icazə verən bir hiperdir. Stu karakteri bir vuruşu ulti doldura bilir və bu da onun ən böyük avantajıdır. Direkt vurub atıb qaça bilir. Və sizə bir taktika öyrədəcəm Stu'da. Stu'da ulti kastıqdan sonra vuruş atıb ultini otobassaz belə uzağa gedə bilirsiniz. Hətta bunu atıb hop, bir də hop eləsəniz uzaq mənzil qət eləyə bilirsiniz bir neçə saniyədə. Bunu çox da eləyə bilirsiniz. Amma indi buna sizin öyrəşməniz lazımdır. Ona görə çətin eləyərsiniz. Təzə başlamısınızsa. Artdan dirək. Hoppa. Çox uzun mənzillər qət elədim. Bunu hətta mərmiləri dodlamaq üçün də istifadə oluna bilər. Və son olaraq Stu'nun hiperi. Stu'nun hiperi sonsuz ulti atmasını sağlayır. Və belə bir neçə saniyəlik sonsuz ulti ata bilir və bu da onun ən böyük avantajıdır. Və dostlar, video bu qədərdir. Sevdiysəniz bir abunə və bir dənə like atmağı unutmayın. Görüşərik, sağ olun.